Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala eşrafil enbiya ve murselin. Seyyid Muhammedin ve ala alihi ve ashabihi ecmaîn ve ba'd. Elhamdülillah. Ramazan ayı qurtardığından sonra böyük ibadeti yola salandan sonra təzədən başlayırıq dərslərimizə. Elhamdülillah Tohid kitabıdır. Hamımız oxuyuruq, dərs keçmirik. Yəni hamı oxuyuruq bu kitabı. Oxuyuruq şeyxin kitabını və bəzi alimlərin, neçə alimin şərhindən bəzi xülasələri götürürük. Təbii ki, dərsi geniş keçmirik və çalışırıq hər dərsdə bir dənə fəsli keçək. Yəni çox dayanmırıq üstündə. Sadəcə bəzi şeylər toxunuruq. Hansılar ki, mühümdir. Və salam. Və gəlib çatmışıq, bəbu, şeyx buyurur ki, rahiməhullah, bəb, qavlullahi teala, İnnəmə zəlikumüş-şeytanu yuxavvifu əvliyəəhu fələ təxafuhum və xafuni in kuntum mu'minin. Və müəllif, rahiməhullah, aleyhissalam, burada Əl-İmran surəsi 175-ci ayəni getirir. Əl-İmran surəsi 175. Və biz deyirik ki, müəllif bəzi yerlərdə fikir versiniz, fəsillərin bəziləri adlarının özü qoyub və bəziləri adlarını qoymur. Hələ ayə ilə başlayır. Ayə ada dəlalət edir. Ayə ada dəlalət edir, ona görə kifayətlən onunla. Ayrıca ad vermir. Burada bu fəsildə yenə ayə ilə başlayıb və Əl-İmran surəsi 175-ci ayədir. Oxu bir dənə. İnnəmə zəlikumüş-şeytanu yuxavvifu əvliyəəhu fələ təxafuhum və xafuni in kuntum mu'minin. O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə onlardan qorxmayan, məndən qorxun. Möminsinizsə onlardan qorxmayın, məndən qorxmayın. Bu ayədə Allah Subhanahu taala ondan qorxmağı imanın şərtlərindən qeyd edir. Təbii ki, bizdə xof bölümü keçib, fəsli olub qabaqda. Sadəcə müəllif rahiməhullah burada əlavə yenə getirir. Və bu ayə ilə başlayır. Və bu ayədə göstərir ki, şeytan məqsədlərindən biri, əməllərindən biri möminləri qorxuzmaqdır. Və şeytan övliyaları var, dostları. Və onlar çalışırlar ki, möminləri qorxusunlar. Allah Subhanahu taala bu tərəfdən buyurur ki, onlardan qorxmayın. Və şərt qoyur. Şərt qoyur ki, in kuntum mu'minin. Əgər möminsinizsə. Deməli, Allah qorxusu imanın bir hissəsidir. Yəni, iman tamamlanmaz, hətta Allahdan qorxu olmayacaq. İmanda şərtdir. Necə ki, bundan qabaqki fəsil Allah sevmək barədə idi. İndi müəllif rahiməhullah burada Allahdan qorxmaq məsələsini getirir. Və sevgi ilə qorxu bilirsiniz ki, bir-birlərinə bağlıdır, bir-birlərinə yaxındır. Çünki ibadətdə olmalıdır. Sevgi və qorxu və ümid. Ona görə müəllif burada indi qorxudan danışır. O vaxt ki, sevgidən danışdı. Deməli, qorxmaq imanda şərtdir. Allahdan qorxmaq. Təbii ki, qorxmaq cürbəcürdür. Qorxmaq bir mənalı başa düşməyək. Var orada qorxmaq hansı ki, ibadət mənasında. Zəlil olmaq. Bu, yalnız Allahdan olmalıdır. Bu qorxu Allahdan qeyrisinə olmaz. Allahdan qeyrisinə olsa, artıq şirk də özü böyük şirkdəndir. Var qorxu təbii. Təbii qorxudur. Təbii qorxu. Bu qorxu qorxulu deyil, yəni. Təhlükəli deyil. Bu olur. Əsas odur ki, tovhidə zidd olmasın. Yəni, müəllif rahiməhullah burada tovhidə nə ziddir, nə tovhiddir və tovhidə nə ziddir, onu gətirir. Çünki mövzu tovhiddəndir. Ona görə gətirib bu məsələni. Çünki var ki, insanların içində Allahdan çox başqalarından qorxurlar. Başqalarından qorxurlar.
Hələ o səbəbdən də qorxudan, məsələn, Allah Taala əmrini tərk edirlər. Hansı ki, heç bir təhlükə yox və s. Nəysə tərk edirlər. Hansı ki, başqa ayələr dələm qabaqda gələcək müəllif bu fəsildə 3 dənə gətirir. Ona görə həqiqi qorxu Allahdan olmalıdır, Allahdan qeyrisindən olmaz. O da hansı qorxudur? O qorxu ki, ibadətdir. İbadətlə bağlıdır. Zəlillik qorxu. Hansı ki, o qorxu ki, zəlillikdir, bağlıdır, o ibadət qorxudur və o yalnız Allahdan olmalıdır. Və biz bilirik ki, ibadətdə qorxu, hər ibadətdə sevgi, qorxu və ümid olmalıdır. Sadəcə, bəzi alimlər deyirlər, hansı daha çox olmalıdır, ixtilaf ediblər. Bəzilər deyirlər, qorxu olmalıdır çox, bəzilər deyirlər, ümid, bəzilər deyirlər, məsələn, xəstələnəndə ümid daha çox olmalıdır, sağlamlıqda qorxu daha çox olmalıdır, bəzilər sevgi çox olmalıdır, sevgi çünki cəlb eləyir, ibadəti, əməlləri çox eləməyi, qorxu isə günahlardan çəkinmək üçün. Əsas budur ki, mömin çalışmalıdır, hamısını bir səviyyədə elə, nəyisə fərqləndirməyə imkanı çatan qədər. Çünki bu elə bir ki, quşun qanadlarına oxşayır. Quşun qanadı, ikisi də bir olanda düz uçur. Amma eləsi biri əyri oldu, yəni uçuş artıq korlanır və təhlükə var. Ona görə mömin bacardıqca bunların hamısının ümiddir, qorxudur və sevgidir, deməli, bir olmalıdır. Amma təbii qorxu məsələn, bu olar. Hətta Peyğəmbərlər qorxu. Musa aleyhissalam qorxdu. Qorxdu Firavundan. Yəni bu təbii qorxudur ki, zalım idi. Və ya məsələn tutaq ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, sahabələr, mən qorxuram sizə görə, yəni kiçik-kiçikdən. Bu qorxu eyibli deyil. Aydındır, eyib deyil burada. Ona görə qardaşlar, yəni ayırmaq lazımdır. Cahillər bunu ayıra bilmir. Cahillərdə hər şeylə bir mənalıdır. Amma möminlərdə isə, əhl-i-sünnə və cəmaədə, elmdə isə yox. Hər bir şeyin şərhi var, dəqiq demək üçün. Və burada ona görə müəllif rahimehullah burada İmam Əhməddən nəql gətirir ki, ümid və qorxu ikisi də bir olmalıdır çalışmaq. Çünki hansı birini keçdiyi artıq sahibin həlakə aparır. Yəni bir olmalıdır. Və müəllif burada deməli, qorxunun növlərindən danışır. Və birinci qorxu deyir ki, rahimehullah, xovful ibadə və təzəllül və ta'zim və xudu. Bu gizli qorxu, bu qorxunun adlarından da biri gizli qorxudur. Yəni, zəlillik, o qorxu ki, zəlillik və təzim daşıyır özündə. Bu qorxu Allahdan qeyrisinə olmaz. Kim Allahdan qeyrisinə bu cür qorxsa, o artıq müşrik sayılır, özdə böyük şirk sayılır bu. Məsələn, bütlərdən qorxur, meyitlərdən. Və bu şirk var cəmaat davamların arasında. Deyirsən, məsələn, Allah az qorxu. Elə ki, ağı, müştəhid, nə bilim, Kərbəlayı filan kes, deyir, olursa zərzələ olacaq. Qorxu. Ağzını əyləcək. Ağzı əyləcək. Deyir, ağzını eylər. Qorxu. Amma Allahdan danışında, düzdür, cahildir. Onun cahilliyin səbəbindən və əqidə təliminin xarablığından meyyit əqidəsi, meyyitlərlə bağlı. Ona görə onu öldürüb onu, kəsən meyyitdir. Ona görə meyyitlərdən qorxur. Aydındır, bütlərdən, cansızlardan. Bu şirk dəsində özə böyük şirk. Həmçin qardaşlar, məsələn, necə qorxu ki, birdən zərər verir. Ağız əylər necə deyilir. Ağzını əylər, yavaş danış. Olmaz belə. Olmaz. Allahdan qorxmaq lazımdır. Allahdan qorxmaq lazımdır. İnsanlardan yox, ölülərdən yox. Xüsusən o şeylərdə ki, Allah qadirdir ona. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem İbn Abbas radiyallahu anhumanı tərbiyə verəndə, uşaq tərbiyəsinin axırda deyir ki, bilginə, onsuz da Allah Teala hər şey yazıb. Əgər sənə Allah Teala yazıbsa zərər, bütün dünya o çıxsa ki, sənə xeyr eləsin, eləyə bilməyəcək.
Və əgər Allah Taala sənə xeyr yazıbsa, bütün dünya çıxacaq, sənə zərər eləməyə eləyə bilməyəcək. Artıq nədir? Artıq mürəkkəb kitablar bağlanıb, mürəkkəbdə quruyub. Düzdür, bu o demək deyək ki, səbəbləri tərk eləyək. O demək deyək ki, qardaşlar, səbəbləri tərk eləyək. Hər bir məsələni düzgün yanaşmaq, düzgün başa düşmək lazımdır. Sağ bu çatışmır bizdə. Gözən başa düşmürlər. Yanaşırlar, lakin başa düşməyib. Bu o demək deyək ki, qardaşlar, səbəbləri tərk eləmək. Necə ki, bundan sonraki fəsil gəlir təvəkkül məsələsi. Təvəkkül, Allaha bağlanmaq, Allaha sıxınmaq. Yenə o demək deyil ki, səbəbləri tərk eləyək. Səbəb lazımdır. Səbəbsiz olmaz. Və bu birinci qorxunun növlərindəndir. Bu qorxu yalnız Allahdan olmalıdır və başqalarından olmaz. Həmçinin müəllif şeyx buyurur ki, rahiməhullah, Şeyx Hüseymin, rahiməhullah, ki, ikinci növ qorxu, əl-xovfut təbii, təbii qorxu. Bu caizdir, bu qorxu, eyb deyil. Məsələn, tutaq ki, düşməndən qorxmaq və ya yırtıcılardan, şirdən, məsələn, canavardan. Yəni, bu qorxu ibadət qorxusu deyil, ibadətlə əlaqəli deyil. Aydındır? Yəni, o şey ki, ibadətlə əlaqəli deyil, qorxulu deyil. Nə vaxt qorxulu olur? İbadətlə əlaqəli olsa. Aydındır, qardaşlar? İbadətlə əlaqəli olsa, onda qorxuludur. Amma, məsələn, təbii qorxu, o imana bir təsiri yoxdur. Ona görə, təbii qorxu da necə gedir? Necə aparmaq olur? Və ya qəlbə nəsə gələndə qorxu, məsələn, necə gedir? Təvəkkünlə. Allah təvəkkünləməklə gedir. Elhamdülillah. Ona görə, bu da qorxunun ikinci növüdür. Hansı ki, bu qorxulu inşallah qorxulu deyil. Necə ki, Musa Aleyhisselamın qorxusu və s. bu təbii qorxudan idi. Aydın qardaşlar. Həmçinin üçüncü növ yəni qorxu var. Məsələn, insanlardan qorxmaq. İnsanlardan qorxmaq, Allahın əmrini tərk eləmək. Üzürsüz zat. Bu qorxu da təhlükəlidir. Şirkdir və ya şirkə aparan yoldur və lakin böyük şirk deyil. Lakin imanın kamilliyinə zərər vurur. Aydındır, imanın kamilliyinə. Məsələn, Allahın əmri gəlib, Peyğəmbər salsın əmri. Sən insanlara görə qorxub, tərk eləyirsənsə Allah Taala əmrin, üzürsüz zat. Bu qorxu müşküldür. Aydındır. Hansısa bir Allah Taala əmrin və ya hansı bir haram eləyirsən insanlardan qorxub. Olmaz. Allahdan qorxmaq lazımdır. Xüsusən də üzürsüz zat. Təbii ki, insan məcbur olsa başqa şeydir. Amma məcbur deyilsən, heç nə yoxdur, qorxusan, o düzgün deyil, qardaşlar. Allah Taala əmrini tərk eləmək və ya haram eləmək. Bu da mühümdür. Yəni, mühüm məsələlərdir bunlar, qardaşlar. Hansı ki, görürsən, gəlib gedir hərdən. Adam bilməlidir mövqeyin. Sadəcə müəllif rahimullah bu fəsildə göstərmək istəyir ki, qorxunun bəzi növləri şirkdir, böyük şirkdir. O da hansı qorxu? Hansı ki, o qorxu əzəmətliyi ilə bağlıdır, zəlliliyi ilə bağlıdır, hansı ki, o qorxu ibadətdən sayılır. Və qorxu da bilirsiniz ki, qəlb əməllərdəndir. Qorxu qəlb əməllərdəndir. Necə ki, sevgi qəlb əməllərdəndir və həmçinin ümid də qəlb əməllərdəndir. Təvəkküldə və s. Niyyət və s. Yəqinlik və s. Deməli, müəllif Şeyx Fovzan rahimehullah, Hafizehullah buyurur ki, bu fəsildə bu ayə də dəlildir ki, qorxu, Allaha aid qorxu ibadətdir və o məsələdə xalis olmaq lazımdır. Xalis. Allaha qorxu ixlas deməkdir, ixlaslı qorxu. Və həmçinin Allahdan qeyrisinə qorxunu sərfləmək bu cür qorxunu şirkdir. Şeyx buyurur rahimehullah və həmçinin şeyx buyurur ki, rahimehullah bu ayədə faydalardan da şeytanın hilələrindən özünü qorumaq, şeytanın övliyanlarından, onlara uymamaq. Və sonra müəllif rahimehullah, yəni müəllif də burada Şeyx Hüseymin də gətirir ki, yəni bu ayə dəlildir ki, şeytan
dostları var. Onlar möminləri qorxuzmaq istəyir. Xüsusən də Allahın əmrin hansısa bir vacibi yerinə yetirəndə, hansısa bir hanımı tərk eləyəndə. Bu təbiidir. Bunlar olmalıdır, qardaşlar. Sadəcə özü mövqeyin olsun və mövqe düzgün olanda, elhamdülillah, əqidə də düz olur, fikir də düz olur, baxış və s. Ona görə Allah Subhanahu taala buyurur ki, onlardan qorxmayın, məndən qorxun. Hansı ki, gəlir indi başqa ayədə də və müəllif rahimehullah ona görə Şeyx Hüseymin də gətirir Qadı İyad, daha doğrusu Fudayl ibn İyad radiyallahu rahimehullahın deyir ki, kim Allahdan qorxsa hamı ondan qorxar. Amma kim qeyrisindən qorxsa o hamısından qorxar. Aydındır, kim Allahdan qorxsa hamısı ondan qorxar. Amma kim qeyrisindən qorxsa, Allahdan yox, başqalarından qorxursa, o hamısından qorxacaq. Ona görə Allah qorxusu həmçin rahatçılıqdır. Çünki iman rahatçılıq getirir. Sevgi, qorxu, ümid, təvəkkül və s. Şeysən rahatçılıq getirir. Sən Allahdan qorxursan, layiqli qorxu, hamı səndən qorxur. Ona görə möminlərdə hamı qorxur. Aydındır. Məsələn, qorxurlar. Sonra müəllif rahimehullah burada Tövbə surəsi 18-ci ayəyə getirir. Tövbə surəsi 18-ci ayədə Allah Subhanahu taala buyurur ki: "İnnema ya'muru mesacidallahi men amana billahi vel yevmil ahir ve aqamas salata ve ataz zekat ve lem yakhsha illa Allah fa asa ulaika an yakunu minel muhtedin." Tövbə 18. إنما يعمر مساجد الله من آمن بالله واليوم الآخر وأقام الصلاة وآتى الزكاة ولم يخش إلا الله فعسى أولئك أن يكونوا من المهتدين. Allahın məscidlərini yalnız Allaha və axirət günə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. O da mənəvi cəhətdən. Həmçə hissi də daxildir. Yəni meçid tikmək. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar. Bəli. Əgər hələ olsalar, inşallah, onlar doğru yolda gedənlərdən sayılacaqlar. Bu ayı da həmçinin, qardaşlar, göstərir həm mənəvi, həm hissi. Allah Taala'nın evlərini tikmək, yaşatmaq. Mənəvi odur ki, İnnəmə ya'muru mesacidallahi men amana billahi. İman, mənəvi məsələn, fikirsən imanla Allaha və axirət gününə. Axirət gününə. Axirət günü nə üçün adlanıb? Çünki ən axırıncı gündür, ondan sonra gün yoxdur. Qutardı. Gün, ay qutardı. Ona görə axırıncı gün adlanıb. Axirət günü. Çünki ondan sonra gün yoxdur. Sonra deyir ki, həmçinin namaz qılarlar. Namaz qılmaq, meçidi yaşatmaqdır, meçidi tikməkdir. Mənəvi cəhətdən. Həmçinin zəkat verərlər. Həmçinin vələm yaxşə illallah. Yalnız Allahdan qorxarlar. Görürsən, qorxu qeyd olundu. Qorxunun yeri görürsən necədir? İman məsələsində, əməl məsələsində, qəlbə əməllər də olsa belə. Qorxunun yeri. Vələm yaxşə. Qorxmazlar, inkar, illallah, ispat. Yalnız Allahdan başqa. La ilahe illallah. Qorxmazlar, ancaq Allahdan başqa. La ilahe illallah. La ilah, inkar, illallah, ispat. Yəni, inkar və ispat. İman, inkar və isbatdan ibarətdir. İnkar eləmənsən bütün obyektləri və ispat eləmənsən yalnız Allahı. Aydındır, qardaşlar? Deməli, فَأَسَى أُولَٰئِكَ أَنْ يَكُونُوا مِنَ الْمُهْتَدِينَ. Ola bilsin, Allah həqiqi yol tapanlardır, düz yoluna gedənlərdir. Bu ayədə göstərir həmçinin Şeyx Fovzan da Hafizəhullah buyurur ki, qorxuda ixlaslı olmalısan, yalnız Allahdan qorxmalısan. Və həmçinin Şeyx buyurur ki, rahimullah, şirklə əməl əgər şirk olsa fayda verməyəcək. Və həmçinin rahimullah
Hafizullah buyurur ki, məscidi tikmək mənalarından da biri orada əməl eləməkdir. Yəni, namaz qılmaqdır, zəkat verməkdir, məsələn, yalnız Allahdan qorxmaqdır. Sadəcə tikinti kifayət eləmir. Aydındır, sadəcə tikinti kifayət eləmir. Tikintidən də əsas orada ibadətdir. Aydındır, ona görə məscid tikirsən, bomboş qalırsa, onun nə faydası var? Əsas lazımdır, orada ibadət. İbadət eləyənlər, xalis Allahla ibadət eləsinlər, düzgün, sünnə uyğun. Onda hələ məscid o məqsədlə tikilir. Aleykümselam. Aydındır, qardaşlar. Məscid tikilməlidir, həm hissi düzdür, bina, həmçinin mənəvi üzərində tikilməlidir. Yəni, orada yalnız Allaha ibadət eləsin, olunsun, namaz qılınsın, zəkat verilsin, məsələn, düzdür, və yalnız Allahdan qorxursun, iman olsun, düzgün iman, Allaha, axirət gününə. Ona görə, amma məscid, ona görə, əgər məscid qəbir üzərində qırılıbsa, qəbirstanlıq üçün məscid dağılmalıdır. Çünki əsas məqsəd üçün tikilməyib. Aydındır, məqsəd, başqa məqsəd üçün tikilsə, dağılmalıdır. Məsələn, qəbir üçün. Düzdür, bu o deməkdə öyle gedir dağdağı. O qəzetlərin birində mənim bu sözümü tutublar. Görsən ki, hakimiyyətə qarşı danışır, görürsünüz. Demək istəyir ki, gedib pilləri dağda, pillərin, qəbirlərin üstə məscidlər dikilir. Yox, mən onu demirəm. Mən sadəcə deyirəm ki, o məscid ki, qəbir sonradan gətirib, salınıb içəri ora, o məsciddən qəbir çıxalmalıdır. Yox, əgər o məscid qəbirin üzərində tikilibsə, o məscid dağılmalıdır. Bu, yəni bu amən yox, bundan məndən qabaqçılar deyib. Düzdür, bu o demək deyil ki, biz gedək dağda, bunu hakim eləyib, hakimin işidir. Aydın da dövlətin işidir. Sadəcə şəri cəhətdən belədir qayda. Aydın da onlar başlayırlar, görürsən başqa cür yazmağa, bu demək istəyib, belə, neysə. Səfirlərin sözünəkdən qulaq asmaq lazım deyil. Deməli, məscid tikilməlidir ki, orada Allah zikr olunsun. Başqa mənada olunmasın. Aydındır. Həmçinin Şeyx Fozan da buyurur ki, Hafizullah, bu ayədən göstərilir ki, məscid tikməyi həvəsləndirilir, çağırılır. Çünki ümumən, məscid tikəndə əlhəmdə orada zikr olunacaq. Ümumən. Elə deyil, bəzi hallar istisna olmaqla. Ümumən, əlhəmdə məscid tikilsə zikr olunacaq. Ona görə məscid tikməyə həvəsli olmaq lazımdır. Və kim məscid tiksə, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub, Allah Taala onun üçün ev tikər cənnətdə. Onu gözləyər. Məscid tikməyə böyük fəziləti var, özdə davamlı sədəqələrdəndir bu, davamlı. O məscid duranacan, o məsciddə namaz qılınacan, həm də sənə savab geçəcək. Aydın qardaşlar. Və həmçinin ayədə, həmçinin bir dənə yəni incəlilərdən var ki, İnnəmə ya'muru məsəcidallah. Deyir Allah məscidləri. Yəni məscidlər Allah Taala özünə tərəf etdi, özünə aid elədi. Yəni bu şərəf cəhətindən. Çünki məscidlər də şərəflidir. Məsələn, bəzi görürsən Beytullah, Allahın evi, Kəbəni şərəfləndirmək üçün Allah Taala özünə aid eləyib bunu. Aydındır? Özünə şərəflidir. Məsələn, Allah Taala deyir ki, öz ruhumdan Adəmə fürdüm. Yəni, xəlq etdiyi ruhdan. Lakin deyib, öz ruhundan, yəni şərəfləndirmək üçün. Bu, ərəb dilində üslublarında var. Ona görə ayədə də həmçinin məscidlər şərəfli yeri göstərilir. Çünki deyir ki, Allahın məscidləri. Aydın qardaşlar, bu da bəzi incəliklərdən idi. Deməli, həmçinin müəllif rahimehullah burada sonra 3-cü ayəni gətirir. O da Ənkabut surəsidir. 10-cu ayə. Və minən nəsi mən yəqulu əmənnə billahi və fəidə udiyə fillahi cəalə fitnətən nəsi kəzəbillah. Ənkabut surəsi 10-cu ayə. وَمِنَ النَّاسِ مَنْ يَقُولُ آمَنَّا بِاللَّهِ فَإِذَا أُوذِيَ فِي اللَّهِ جَعَلَ فِتْنَةَ النَّاسِ كَعَذَابِ اللَّهِ وَلَئِنْ جَاءَ نَصْرٌ مِنْ رَبِّكَ لَيَقُولُنَّ إِنَّا كُنَّا مَعَكُمْ أَوَلَيْسَ اللَّهُ بِأَعْلَمَ بِمَا فِي صُدُورِ الْعَالَمِينَ. İnsanların arasında Allah'a iman getirdik diyenleri de vardır. Amma Allah yolunda əziyyətə məruz qaldıqlarında insanların fitnəsini Allahın əzabı ilə eyni tuturlar. Əgər Rəbbindən bir zəfər gəlmiş olsa,
mütləq biz də sizinlə idik deyərlər. Məgər Allah yaradılmışların kökslərində olanları ən yaxşı bilən deyilmi? Bu ayədə qardaşlar, həmçinin əvvəlki ayələrdən də yəni bağlıdır, əlaqəlidir. Ona görə müəllif rahimehullah gətirir burada ki, bəziləri insanlardan qorxurlar. İnsanlardan qorxurlar. Məsələn, elə ki, bir şey olur, gözləyir ki, kim hansı tərəf qalib gəlsə, ondan sonra deyir ki, mən də sizinlənəm. Olmaz elə. Yəni, mövqe olmalıdır. Mövqe, əqidə. Əqidə nədir? O adam görsənsə, əqidəsi zəifdir. Əqidəsi zəifdir, qorxusu Allahdan zəifdir, sadiqliyi zəifdir, ixlası zəifdir. Aydındır. Əksinə, fərqi yoxdur, əziyyət oldu, fitnə oldu. Sən minhəcdən dəyişilməmişsən. Qorxmamalısan. Nəysə dəyişməməlisən. Ona görə indi belədir, məsələn, görürsən ki, bir də belə toxundular, mən getdim, zat, nə olub, işsən, nə olub, adamı döyərlər, əziyyət olar, zat. Bir də konfet vermədi, qutardı, minhəcin dəyişdi. Oyuncaq uşaqdır. Ona görə, qardaşlar, payı göstərir ki, mümin sabit olmalıdır. İmanında, yalnız Allahdan qorxmalıdır, yalnız Allahdan xalis olmalıdır və s. və s. və s. Hamısı ən birinci Allahla olmalıdır. Və əgər sən bir dənə oxu, xüsusə əvvəlin, yəni bu onu göstərir ki, iman əhli cürbəcürdür. Ayə göstərir ki, iman əhli cürbəcürdür. Yəni insanların bəzilərinə, demir hamı insanlar, bəziləri, demir də hamısı elədir. Amma var elə. Ona görə deyir ki, bəziləri belədir. Necədir? Oxu bir dənə. İnsanların arasında Allah'a iman gətirdik deyənləri də vardır. Hə, belələri də var. Amma Allah yolunda əziyyətə məruz qaldıqlarında insanların fitnəsini Allahın əzabı ilə eyni tuturlar. Hə, fitnəni Allahın əzabı ilə eyni tuturlar. Hə. Əgər Rəbbindən bir zəfər gəlmiş olsa mütləq biz də sizinlə idik deyərlər. Məcər Allah yaradılmışların kökslərində olanları ən yaxşı bilən deyilmi? Ona görə, qardaşlar, yəni, bu ayə də müvafiqdir tərcüməyə. Yəni, söhbət nədən gedir? Rahimullah ona görə gətirir. Və hepsi göstərir ki, iman əhlindən də var ki, düzdür, inanırlar, ancaq zəifdirlər. Məsələn, əziyyət bir şey olanda səbir eləmir. Məsələn, hətta kafir ola bilər, mürtəd ola bilər. Yəni, bir də hər şey olan kimi görürsən ki, müsibətə dözmür. Həmçə ayə göstərir ki, səbirli olmaq lazımdır. Əziyyətlərə, əziyyət olur. Və xüsusən də, məsələn, ola bilər cihad olsun, ola bilər başqa şey olsun, insan dəvətdə əziyyət çəksin, ola bilər. Yəni, buna görə lazımdır qorxmaq və s. Yəni, Allah qorxusunu üstələmək. Həmçə şeyx də buyurur ki, rahimullah, Şeyx Hüseymin, rahimullah, həmçə bu ayədə dəlildir ki, İnsan qəlbinə müxalif danışmaq olmaz. Yəni, dəbdir bəzi firqələrdə təqiyyə. Hətta ibadətdir. Hətta ən əfsəl ibadətdir. Eləməsən, deyir, bizdən də ölsən. Yəni, o dərəcədə. Babaya, müxalifdir o şeyə. Aydındır, insan qəlbində bir şey tutub, başqa şey deməyi olmaz. Bəzi hallarda olar, ölüm. Seçim eləyə bilərsən onda. Amma hər şeydə və s. olmaz. Yəni, mümin sadiq olmalıdır, açıq olmalıdır. Aydın qardaşlar. Sonra burada müəllif rahimehullah hədis gətirir, Əbu Saidin oxurdu. Əbu Saidin, mənə sadəcə düz hədis zəifliyi var, lakin şeyx buyurur ki, mənası səhihdir. Şeyx Hüseymin bunu çox işlədir. Deyir ki, sənəd zəifdir, lakin mənası səhihdir. Lakin hədislər də həmçinin Ayşə radiyallahu anh mömindən hansı gəlir, bir də rivayət gətirir hədis.